Üçüncü bölmemiz olacaq natural adi kəsirlər bölməsi. Adi kəsirlər bölməsi deməli, ilk öncə adi kəsirlər nəyə deyilir? Ondan danışaq. Adi kəsirlər əgər kəsirimiz A bölünsün B şəklində verilirsə və burada A və B natural ədədlər olmalıdır mütləq. Adi kəsirlərdə A və B həmişə natural ədədlər verilir, yəni müsbət ədədlərdir. Natural ədədlərdə müsbət ədədlərdir. Deməli, A bölünsün B şəklində olan ifadəyə adi kəsir deyilir. Bu birinci qaydamız. Daha sonra, məsəl üçün, məsələn, deyək ki, 2 bölünsün 5, sonra 1 bölünsün 4, 2 bölünsün 7 bölünsün 2 və s. və s. bu cür davam edir. Sonsuz sayda yazmaq olar. Deməli, oxuyanda necə oxunur bəs? Deməli, məsəl üçün 2 bölünsün 5. Bunu 2 bölünsün 5 kimi oxunur, çünki bu xətt bizə bölməməlidir. Bizdə kəsirdə biz həmişə bölməməli kimi istifadə edirik. 2 bölünsün 5 və yaxud da ki 5-də 2 kimi oxunur. Deməli, bu ikinci ifadəmiz, deməli, kəsirimiz 1 bölünsün 4 və ya 4-də 1 kimi oxunur. Üçüncü kəsirimiz məsələn 7 bölü 2 və yaxud da ki 2-də 7. Bu cür oxunur. Digər kəsirlərdə hamısı bu cür oxunur. Deməli, burada A və B, A bölünsün B kəsiri yazılır. Deməli, burada A bizdə sürətdir, dedik. A bizdə sürət olacaq. Bir dəqiqə. A bizdə sürəti bildirir. B bizdə məxrəci bildirir. Məxrəc. Deməli, bu kəsir xətti isə biz dedik ki, bu yaşıl xəttini göstərir. Kəsir xətti isə bölməməlidir. Bölməməli bizə bildirir. Daha sonra, məsələn, bunu hissələrlə göstərsək, məsələn, sizə belə bir verə bilər kitabda. Bu cür formada verəcək. Məsələn, belə dairə və bu formada verəcək. Bunu deyək ki, bir hissəsi rənglənmiş formada veriləcək. Bir hissəsi rənglənmiş formada veriləcək. Dəqiqə. Deməli, bir hissəsi rənglənmiş formada veriləcək. Deyəcək ki, bunu kəsirli ifadə edir. Siz bu kəsir necə ki, bu deməli verilmiş dairəni siz necə kəsirə çevirə bilərsiniz? Dairə neçə hissəyə bölünüb? 4 hissəyə 1, 2, 3 və 4 hissəyə bölünür. Bunu kəsir formasını göstərsək, 4 hissə deyil, bunun sadəcə 4-dən biri rənglənir. Yəni, sizdə sual soruşanda belə soruşacaq ki, verilmiş dairənin neçə hissəsi rənglənmişdir? Şəkildə hansı hissəsi rənglənmişdir? 4-dən 1 hissəsi. Yəni, çünki 4 dənə dairəmiz var. 1, 2, 3, 4. 4 dairədən sadəcə 1 hissəsi rənglənib. Bu, bunu bildirir. Bəs neçə hissəsi rənglənməyib? 4-dən 3-ü rənglənməyib. Onlar hansılardır? Onu da yaşılı göstərim. Deməli, bu dairə və bu dairə 4-dən 3 hissəsi isə rənglənməyib. 4-də 1 hissəsi rənglənib, 4-də 3 hissəsi isə rənglənməyib. Məsələn, deməli, bunu kvadrat formasına çəkə bilərik. Belə formada çəkək. Məsələn, rəngləyək, başqa rənglə də qeyd edək bunu. Deməli, belə rəngləyək, göy rənglə. Bizə göstərib ki, bax, bu hissələr bizdə rənglənibdir. Deyir, bunun verilən kvadratdan neçə hissəsi rənglənmişdir? Neçə hissəsi? Kvadrat ümumiyyətlə neçə hissəyə bölünübdür? 1, 2, 3, 4 hissəyə bölünüb. Bunun 4-dən 3-ü rənglənib. Yəni, şəkildə də görürük, 4-də 3 hissəsi rənglənib. Neçə hissəsi rənglənməyib? 4-də 1 hissəsi rənglənməyib. Bu formada qeyd edirik. Məsələn, birində qeyd edeyim. Məsələn, belə bu formada verilə bilər. Biraz dairələri, kvadratları artıq verəcək. Məsələn, baxaq görək neçə hissəsi rənglənib. 1, məsəl üçün bu hissələri rəngləyək. Məsələn, bunu da rəngləyək də. Deməli, rənglədik. Çərçivəyə salın. Deməli, deyir ki, hansı hissəsi rənglənmiş? Verilmiş kvadratın hansı hissəsi rənglənmişdir? Kvadrat neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5 və 6 hissəyə bölünüb. Bunu deməli, 6 dənə ümumi hissəni bax yazırıq məxrəcə. Neçə hissəsi rənglənib?
5 hissəsi rənglənib. 5 hissəsi rənglənib, rənglənib. Neçə hissəsi rənglənməyib? 6 dənə yəni kvadratın sadəcə bir hissəsi rənglənməyibdir. Vəssalam. Yəni bu 4 məxrəcdəki yazılı bax bu 4 ümumi sayı bildirir. 6 ümumi kvadratların sayını bildirir. Bu o deməkdir. Sonra burada deməli bölünən hissələr ki var. Bu 1, 2, 3. Bu bölünən hissələr bir-birinə bərabərdir. Bir-birinə bərabərdir bu hissələr və yaxud da ki bu kvadratda 1, 2, 3, 4. Bunlar hamısı bir-birinə bərabər kvadratlardır. İndi keçək digər izaha. Deməli, digər izaha keçək. Deməli, A bölünsün B. Burada deməli A bölünsün B. Bu forma yazılanda necə yazılır? Biz deməli 5-ci sinifdə deməli görmüşük ki, bu formada yazılır. A bölünsün B. Çünki dedik ki, bu deməli xətt, düz xətt bu bizi bölməni bildirir. Yəni bu formada da yazıla bilər. Ona görə biz oxuyanda onu A bölünsün B kimi oxuya bilirik və yaxud da B-də A kimi oxuyuruq. İndi burada dedik ki, A sürətdir. A sürət, A dedik ki, sürət. B məxrəc. İndi deməli məxrəc kəsir xətti də bax bu ifadə bu xətt ki, kəsir xətti adlanır. Kəsir xətti. İndi bunların eyni zamanda başqa adları da var. Onları da qeyd edək. A sürətdir, yəni A sürət bölünən. Bax, A burada bölünən, bölən kimi gəlir ha. Yəni burada da A sürətimiz bölünəndir bizim. Bölünən. Məxrəcimiz bizim bölən. Kəsir xətti də deməli bizdə bölməməlidir. Bölməməli adlanır. Sonra başqa izahlara keçək. Bu qədər qeydləri yazmışam, amma ki qeydləri tapılmağı yadımdan çıxıb. Deməli, düzgün kəsirlər nəyə deyilir? Onu qeyd edək. Deməli, A bölünsün B şəklində verilmiş bir kəsirdir. Əgər sürət məxrəcdən kiçik olarsa, yəni A B-dən kiçik olarsa, bu düzgün kəsir adlanır. Məsələn, qeyd elədim burada 5-də 2, 9-da 7, 101-də 100, 50-də 16, 20 bölünsün 30 və s. Bunların hamısını qeyd edin dəftərinizə. 2 5-dən kiçikdir, bəli, kiçikdir. Çünki düzgün kəsirin qaydası necə idi? Sürət məxrəcdən kiçik olmalıydı. 7 9-dan kiçikdir, sürət məxrəcdən kiçik olmalıdır. 100 101-dən kiçikdir, 16 50-dən və 20 də 30-dan kiçikdir. Düzgün kəsir, yəni bir sözlə kəsirin düzgün kəsir olması üçün sürət məxrəcdən kiçik olmalıdır. Daha sonra düzgün kəsirlər vahiddən kiçikdir. Bu qaydanı demişdim. Düzgün kəsirlər vahiddən kiçikdir. Əgər siz buradakı kəsirlər ki yazmışam, bunların hamısını bir-birinə bölsəniz, bunlar vahiddən kiçik ədədlər olacaq. Ona görə də bu qaydanı qeyd edirsiniz ki, düzgün kəsirlər vahiddən kiçikdir. Vəssalam. Bunu da qeydiyyatına aparın. Düzgün kəsirlər vahiddən kiçikdir. Deməli, ikinci sualımız, deməli, düzgün olmayan kəsirlər, düzgün olmayan kəsirlər. Əgər kəsirimiz A bölünsün B şəklində verilirsə, A deməli böyük bərabərdir B olarsa, bu kəsirlər düzgün olmayan kəsirlər adlanır. Əgər kəsirimiz bu formada verilirsə və A böyük bərabərdir B olarsa, bu bizim düzgün olmayan kəsirimiz adlanır. Məsələn yazaq. 3 bölünsün 2, 9 bölünsün 7, məsəl üçün 50 bölünsün 2, 50 bölünsün elə 1 və s. Bunlar hamısı düzgün olmayan kəsirlərdir. Bir sözlə, yəni ki, bax bu sürətlərimiz ki var ha, bu sürətlər bu məxrəcdən böyük olmalıdır. Sürət məxrəcdən böyük olmalıdır. Bir daha qeyd edirəm, bu sürətdir, bu da məxrəcdir. Sürət məxrəcdən böyük olmalıdır ki, bu düzgün olmayan kəsir olsun. Eyni zamanda əgər sürət məxrəcə bərabər olarsa, bu da düzgün olmayan kəsirdir. 2 bölünsün 2, məsələn 7 bölünsün 7, 6 bölünsün 6 və s. Yəni en qədər yazmaq olar bu suallardan. Yəni bunlara düzgün olmayan kəsirlər gedir. Bu bölməyə aid edilir. Düzgün olmayan kəsirlərə aid olunur. Sonra
Düzgün olmayan kəsrlər deməli birdən böyük və yaxud da ki, birə bərabər olurlar. Deməli, düzgün olmayan kəsrlər qeyd edirsiniz ki, düzgün olmayan kəsrlər birdən böyük və ya birə bərabər olurlar. Düzgün olmayan kəsrlər yəni birdən böyük və ya birə bərabər olurlar. Bu nə deməkdir? Bu qaydanı izah edeyim. Düzgün olmayan kəsrlər birdən böyük olur və yaxud da ki, birə bərabər ola bilər. Məsəlcə, 3 bölünsün 2 kəsri. 3-ü 2-yə böləndə 1,5 edir. Yəni, bu ifadə həmişə birdən böyük olur. Məsəlcə, 9-u 7-yə bölsən, 1 tam nə qədər alınacaq? 50-ni də 2-yə bölsən, bax, 25 olacaq. 50-ni 2-yə bölən 25 edir. 50-ni 1-ə bölsə, 50 bölünsün 1-ə böləndə eləyəcək nə? 50. Yəni ki, birdən böyük qiymət alındı mı? Alındı. Və yaxud da ki, dedik, birə bərabər qiymət ola bilər. 3-ü 3-ə böləndə 1, 9-u 9-a böləndə 1. Yəni ki, düzgün olmayan kəsrlərin minimum qiyməti, yəni birdən başlayır da, birdən başlayır və birdən böyük və ya birə bərabər olurlar. Bu belə, bu bizim bir qaydamızın izahı. İndi isə keçək kəsrin əsas xassəsinə. Kəsrin əsas xassəsi nədir? Kəsrin əsas xassəsi. Deməli, qeyd eləyək, kəsrin sürət və məxrəcini sıfırdan fərqli eyni bir natural ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. Kəsrin qiyməti dəyişmir. Bu belə. Deməli, kəsrin əsas xassəsi nədir? Kəsrin əsas xassəsi budur ki, kəsrin söz və məxrəcini, sürətini və məxrəcini sıfırdan fərqli eyni bir natural ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. Bu bir qaydamız. Məsələn, bu nə deməkdir? Bunu belə yazaq. A bölünsün B bərabərdir. A vurulsun K, B vurulsun K. Bax, eyni bir ədədimiz bax budur. K da həmişə sıfırdan fərqli olmalıdır. Çünki K sıfırdan niyə fərqli olmalıdır? Bizim məxrəcimiz ki var, bu məxrəc heç vaxt sıfıra bərabər ola bilməz. Məxrəc həmişə, ümumiyyətlə, kəsrin məxrəci həmişə sıfırdan fərqlidir. Çünki bizə A bölünsün 0 yazılışı düzgün deyil. Yəni, sıfıra bölmə yoxdur. Yəni, riyaziyyatda sıfıra bölmə yoxdur. Bu bizə sonsuzluq anlayışı verəcək. Yəni, sizə də bu aid deyil. Deməli, kəsrin də bir məxrəcini sıfırdan fərqli yeni bir ədədə vurduqda və böldükdə kəsrin qiyməti dəyişməz. Bu kəsrin əsas xassəsidir. Burada K, yəni bizim həmin o qiymətimizdir ki, hansı ki, əgər K-nı məsələn biz sürətə vururuqsa, mütləq məxrəcə də vurmalıyıq o qiyməti. Yəni, gəlin bunu misal üzərində göstərək, daha yaxşı başa düşəcəksiniz. Deməli, məsələn, 2 bölünsün 3. Bizə 3-dəki kəsri verir. Deyir ki, bunun 3-dəki kəsrinə bərabər bir kəsr yaz. 3-dəki kəsrinə bərabər bir neçə kəsr yaz. Bunu necə yaza bilərsən? 3-dəki kəsrinə bərabər bir kəsr. 2-ni vurarsan məsələn 3-ə, 2-ni 3-ə vurdunsa mütləq ki, məxrəci də 3-ə vurmalısan. Sürəti 3-ə vurdunuzsa, məxrəci də mütləq 3-ə vurmalısınız. Həmin ki, bizim o bayaq qeyd etdiyimiz K fərqlidir, 0 ədədi var idi ki, həmin o K bax bu ədədlərdir. Deməli, o da eləcək 3 dəvəkin 6, 3 dəvəkin 9. Məsəlcə, 2 bölünsün 3, bir dənə də fərqli bir qiymət yazaq. Məsələn, 2 bölünsün 3, vuraq nəyə? Məsəlcə, 5-ə. Sürəti əgər 5-ə vurursa, məxrəci də 5-ə vurmalısınız. 5 dəvə üçün 10, 5 dəvə üçün 15. Və salam, bu qədər sadə. Bu formada yazılır. Kəsrin əsas xassəsi bir neçə misal nümunəsi üzərində göstərib. Deməli, belə bir sualımız verilir ki, A plus 2 bölünsün 24 və 6 bölünsün 1 plus 3 kəsrinin hər biri
4'te 1'ə bərabərdir. Deməli, bizdən A plus B-nin cəmini soruşur. İndi hər biri 4'te 1 əgər bərabərdirsə, A plus 2 bölü 24'ü bir dəfə 4'te 1'ə bərabər edəcəksiniz. 4'te 1'ə bərabər edəcəyik. Bir dəfə də deməli 6 bölünsün B plus 3'ü biz 4'te 1'ə bərabər etməliyik ki, biz tapa bilək. İndi bu ifadəni vermədə məqsədləri nədir? Biz burada kəsrin əsas xassəsini istifadə edə bilərik. Bir də ki, tənasib üsulundan da istifadə edə bilərik. Bölməmiz kəsrin əsas xassəsi olduğuna görə biz o xassədən istifadə edək. Deməli, bu 4'ü biz neçəyə vurmalıyıq ki, məxrəcimiz 24 formasında olsun. Deməli, 4'ü biz 6'ya vurmalıyıq. 4'ü 6'ya vurduqsa, mütləq bu sürətdəki ifadəmiz ki var, yəni bu birimiz ki var. Biri də mütləq 6'ya vurmalıyıq. Çünki nəyə görə? Bizim kəsrin əsas xassəsi nə idi? Deməli, kəsrin sürət və məxrəcini eyni bir natural ədədə vurduqda və ya böldükdə ona bərabər bir kəsir alınır. Yəni, sən kəsrin sürətini hansı ədədə vurursansa, məxrəci də o ədədə vurmalısan. Deməli, 4'ü 6'ya niyə görə vurdum? Çünki burada məxrəc 24. 6 və 4'ün də 24 edir ona görə. Şimdi A plus 2 bölünsün 24 bərabərdir. 6 bölünsün nə? 6 4'ün burada 24 eləyir. İndi əgər məxrəclər bərabərdirsə, avtomatik olaraq sürətlər də bir-birinə bərabər olmalıdır. A plus 2 bərabərdir 6'ya. Deməli, A burada nəyə bərabərdir? 6 minus 2'yə. 6 çıxılsın 2 niyə çıx 2? Çünki 2'nin burada işarəsi müsbətdir. Biz bərabərliyin sağ tərəfinə keçəndə o işarə dəyişəcək. 6'dan da 2 çıxanda olur 4. Vəssalam, A-nı tapdıq. İndi B-yə keçək. Baxın, B-nin sürəti nədir? 6'dır. Sürəti 6'dırsa biz 1'in sürətini 6'ya necə tamamlaya bilərik? 6'ya vurmaqla tamamlaya bilərik. Əgər sürəti 6'ya vurduqsa, məxrəci də hökmən 6'ya vurmalıyıq. İndi qeyd eləyək. B plus 3, deməli B plus 3 bir dəqiqə. B plus 3 bərabərdir. 6 bölsün 6 və 4'ün 24. İndi burada sürətlər bərabərdir bir-birinə. Deməli, məxrəclər də bərabər olacaq. Əgər sürətlər bərabərdirsə, məxrəclər də hökmən bərabərdir. Deməli, onda B plus 3'ümüz bərabərdir nəyə? 24'ə. B buradan bərabər nəyə? 24 çıxılsın 3. Niyə çıx 3? Çünki 3'ün işarəsi müsbətdir. B də bərabərdir. 24'dən 3 çıxanda 21 eləyir. İndi bizdə şərtdə nə deyirdi? A plus B cəmini soruşur. A plus B cəmi, yəni olacaq nə? 4 üstəgəlsin 21, bu da eləyəcək 25. Deməli, eləyəcək 25. Vəssalam, cavabımız budur. Keçək növbəti suala. Deməli, bir də suallarımız verilmişdir. İndi bizdən x-i soruşur hər üç variantda. Deməli, hər üç sualda bizdən x-i soruşur. Necə yaza bilərik? Baxın, bizim üçümüzü necə verib? Burada məxrəci 15 formasında verib. X 3'ü deməli nəyə vurub? 5'ə vurub da. Deməli, bunu da mütləq ki 5'ə vurmalıdır ki 15 edəsin. Əgər məxrəclər baxın, məxrəclər bərabərdirsə, sürətlər də bərabər olacaq. X bərabərdir 5'ə. Başqa formada necə yaza bilərik? 1 bölünsün 3 bərabərdir. X bölünsün 15'ə. X bölünsün 15'ə. Biz bunlara çarpaz vurub yaza bilərik. Çarpaz, yəni belə. 1'i 15'ə vuracaqsınız və bərabərdir 3 vurulsun x. Niyə bərabərdir? Ortada bərabər işarəsi var. X də bərabərdir nəyə? Deməli, x-ız bərabərdir, ortada vurma işarəsi var. Və yaxud da ki, bölən və qismət. Deməli, vuruqlardan birini tapmaq istəyiriksə, məchul vuruqlardan birini tapmaq istəyiriksə, deməli, qisməti məlum vuruqlardan birini bölməliyik qismətə. Məlum vuruqlardan birini bölməlisiniz qismətə. X də bərabərdir 15 3-ə böləndə eləyəcək 5. Bu da bir cavab. Yəni, hər iki üsulu tapmaq olar. Məsələn, burada x qeyd eləyək. Deməli, 35. 35'i deməli, görüm sualımız düzdürmü? Qeyd eləmiş 35 bölü 28 bərabərdir 5 bölü 9. Deməli, 35'i bizə nəyə ixtisar eləyib ki? Baxın, ixtisar edib də burada 5 qalıbdır. Nəyəsə bölüb ki 5 qalıb. 35'i nəyə bölüb ki 5 qalıb? 7'yə bölüb 5 qalıbdır. Deməli, bu məxrəci də biz 7'yə bölməliyik. Əgər uşaqlar, kəsrin əsas xassəsi belədir ki, əgər siz sürətlə vurursunuzsa, məxrəci də vurmalısınız. Sürətə bölürsünüzsə, hansısa da məxrəci də həmin ədədə bölməlisiniz. 28 də 7'yə böləndə 4 qalır. 4 və 7 28 edir. Çünki x də bərabərdir 4'ə. Bu da belə.
İndi x bərabərdir 9, x bölü 9 bərabərdir 0. 0, 0-ın məxrəci nədir? 1. 0-ı yəni 1-ə böləndə 0 alınır. Ona görə 0-ın məxrəci həmişə 1 olur. Deməli, 9-u nəyə bölüb ki? 9-u deməli 9-dan bizdən 1 alıbdı. Yəni 9-u 9-a bölüb ki, 1 alıb da. 9-u bölüb 9-a 1 alıb. Və yaxud da ki, bunu belə də yazmaq olar. Çarpaz formada da yazmaq olar. Baxın, çarpaz. Bu formada x'i vurursam 1'ə, x vurulsun 1, yəni x idi. 9'u da 0'a vurursam 9 vurulsun 0 x ilə bərabərdir 0'a. Yəni sən sadəcə x'i burada 0'a vursan, deməli ifadən 0'a bərabər olmuş olur. Bu tipli suallarda qeyd etdik. Belə bir sualımız var. Deməli, baxaq. Baxın, 4'ü nəyə vurub ki, 12 alınıb? 3'ə vurub. Deməli, 4'ü 3'ə vurubsa, burada 3'ə vurubsa, avtomatik 3'ü 3'ə vurmalıyıq. 3 dəfə 3'ün 9 edir. 3'ü nəyə vurub? 27 alıb. 9'a vurub 27 alıb. Deməli, 9'a vurub ki, 27 alıb. Sən deməli 4'ü də 9'a vurmalısan. 9 və 4'ün 36. 4'ü nəyə vurub? 48 eləyibdir. 4'ü nəyə vurub? 48 eləyib. Onu tapmaq istəyirsinizsə 48'i bölməlisiniz tez 4'ə. Bu da 12 eləyib. Deməli 12'yə vurub. 13'də 2'yə 12'yə vuranda necə? 36. Bu formada tapmışsınız. Məsələn, mən 27-ni deyirəm ki, nəyə vurub ki? 3'ü nəyə vurub ki, 27 eləyib. Tez 27-ni bölməlisiniz 3'ə, tapacaqsınız. 9. Deməli, bəli, mən burada da 9'a vurmuşdum elə. Yəni, o formada tapa bilərsiniz. İzahlar, ümid edirəm ki, bu qədər izahlarımız bəsdir. Yəni, yetərli qədər mən kəsrin əsas xassəsinə aid izahlar verdim. Növbəti dərslərdə görüşək.